Qonağımız Yüksəliş 3 müsabiqəsinin qalibi, strateji kommunikasiyalar üzrə rəhbər vəzifədə çalışan Ülviyə Mehrəliyevadır. Hamı mənə deyirdi ki, bu müsabiqə sənin üçündür Ülviyə. Yəni sən getsən, burada 100% qalib gələcəksən. Mən çox təəccüblənirdim. Ümumiyyətlə bir məqsəd fokuslanmaq yox, o məqsədə aparan keyfiyyətlərə fokuslanmaq lazımdır. Yəni sənin işin dəyəri yarı-bayarı azala bilər. Yəni kommunikasiya çox vacibdir. Sən kimliyini əgər peşəkar bir mütəxəssis kimi qurmaq istəyirsənsə, məqsəd yüksəlişə qalib gəlmək olmamalıdır. Hansı bacarıq sizə görə daha çox rol oynadı müsabiqə zamanı? Siz danışmasanız, qiymətləndirici başa düşməyəcək ki, siz doğrudan yaxşısınız. İşləyib o iş mühitindən çıxmış, o peşəkar bacarıqları özündə formalaşdıran insanlar üçün sözsüz ki, o müsabiqədə qalib gəlmək digərlərinə nisbətən daha asandır. Yəni 1-0 daha öndədirlər. Salam hamıya, bugün IT Talks Azərbaycan növbəti çəkilişidir. Bugün biz yüksəliş müsabiqəsi və strateji kommunikasiyalar haqqında danışacağıq. Qonağımız Yüksəliş 3 müsabiqəsinin qalibi, strateji kommunikasiyalar üzrə rəhbər vəzifədə çalışan Ülviyə Mehrəliyevadır. Ülviyə xanım, xoş gəlmisiniz. Xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun. Dəvətimizi qəbul elədiniz. Əminəm ki, bugünkü mövzu ancaq izləyicilər üçün yox, Elşən üçün də çox maraqlı olacaq. Hazırlaşırdı. Bir neçə sualları da var. Məndən də soruşurdu ki, Ülviyə xanım nə zaman gələcək? Qismət bu gün imiş. Bu gün imiş. Kəmrə, sən də xoş gəlmisən. Çox sağ ol, sən də xoş gəlmisən. Təşəkkür edirəm. Təşəkkür. Operatorumuz da xoş gəlib. Operatorumuz da xoş gəlib, bəli. Ülviyə xanım, əslində indi bu gün çəkiliş günüdür və bu gün yüksəliş imtahanı belə deyək də aktualdır və Azərbaycanda bir çox insan, yəni minlərlə insan yüksəliş imtahanına hazırlaşır və düşünürəm ki, bu Azərbaycanda səviyyəsinə görə ən yüksək müsabiqələrdən biridir və için mən daxil düşünürəm ki, bir çox insana da bu sahədə olan maraqlı mövzular, maraqlı suallar çox düşünürəm ki, maraqlı gələcək. İstəyirəm vaxt itirmədən biz birbaşa başlayaq elə kamil adət-ənənəni pozmadan birbaşa başlayaq suallara. Bəli. Necə oldu ki, bu yüksəliş müsabiqəsinə qatılma qərarını verdiniz və ilk addımınız bu istiqamətdə nə oldu? Kəmran, Elşən, ilk öncə bu dəvətə görə sizə təşəkkür edirəm. Baxmayaraq ki, Yüksəliş 3-dən sonra artıq Yüksəliş 4 müsabiqəsi də baş tutub, amma mən hələ də aktuallığımı saxladığım üçün və məni dəvət elədiyiniz üçün, Yüksəliş müsabiqəsi haqqında danışmağa sırf məni seçdiyiniz üçün təşəkkür edirəm. Yüksəliş müsabiqəsinə necə qərar verdim? Əslində buna başlamamışdan öncə mən onu qeyd edeyim ki, yüksəliş müsabiqəsində iştirak məsələsi mənim üçün böyük bir kəşfin əslində başlanğıcı idi. Yəni nəyi nəzərdə tuturam və mən bundan sonra bu yüksəliş müsabiqəsindən sonra da bu haqqda çox fikirləşməyə başladım. Deməli, mən yüksəliş müsabiqəsi vasitəsilə əslində ətrafımdakı insanların mənim haqqında nə düşündüyünü öyrəndim. Yəni çox maraqlı bir şeydir. Yüksəliş müsabiqəsi haqqında birincidən etibarən mənim kifayət qədər çoxlu məlumatlığım var idi. Çünki həyat yoldaşım artıq müsabiqədə iştirak eləyirdi. Düz indiyə qədər qalib olmayıb, amma birincidən etibarən o artıq iştirak eləyirdi. Müsabiqə haqqında kifayət qədər çox məlumatım var idi. Mənim tanışlarım var idi iştirak eləyən, hətta qaliblərin arasında da universitet vaxtlarından tanıdığım şəxslər var idi, iş yoldaşlarım var idi. Buradan uğurlar diləyək yoldaşınıza. İnşallah bu ilin qalibi olur. Uğurlarım, əlbəttə mən də uğurlar arzulayıram. Elşən, sənə də uğurlar arzulayıram. Yolunuz açıq olsun, necə deyərlər. Bir sözlə, yəni mən əslində müsabiqə haqqında məlumatlı idim, amma sadəcə o dövrlər, birinci və ikinci yüksəliş dövrləri yəqin ki, mənim həyatımın sadəcə yüksəliş dövrü deyil idi. Yəni mən o qərarı vermək üçün bəlkə də o beyni olaraq, zehni olaraq və psixoloji olaraq bəlkə də hazır deyil idim. Çünki fokusum başqa idi, başqa işlərlə məşğul idim. Həyatımı daha stressiz keçirmək qərarı vermişdim. Yarışmaq istəmirdim heç kimlə belə. Yarış atı şeyindən çıxmaq istəyirdim o psixologiyasından. Amma yüksəliş 3-də yəqin ki, elə bir o qeydiyyat zamanı mənim həyatımın həm o yüksəliş dövrü dediyim, o ingilislərin bir sözü var, necessary and sufficient, o faktorlar bir yerdə oldu. Yəni o zəruri və yetərli faktorlar. Zəruri faktor mənim özümün artıq zehni olaraq buna hazır olmağım idi. Yetərli faktorlar isə ətrafımdakı insanların mənə olan dəstəyi idi, inamı idi. Yəni bax o çox maraqlı bir şey idi və mən hamı mənə deyirdi ki, bu müsabiqə sənin üçündür. Yəni sən getsən, burada 100% qalib gələcəksən. Mən çox təəccüblənirdim ki, insanlar yəni mənim haqqımda necə belə fikirləşirlər? Çünki mən o zamanda hətta heç rəhbər vəzifədə də deyildim. Yəni deyim ki, sizə hansısa bir liderlik qabiliyyətimi göstərmək üçün bir zəmin var idi.
Sadəcə bilmirəm, yəni hansısa bir faktorlara görə, yəqin ki, bu daha çox kommunikasiya qabiliyyətlərimdən irəli gələ bilər və yaxud da başqa kompetensiyalarımdan irəli gələ bilər. Ətrafımdakı insanların doğrudan da mənim haqqımda nə düşündükləri mənim üçün çox belə təəccüblü idi. O zaman başa düşdüm ki, doğrudan insanlar səndə və mənə belə baxırmış. Və bax o şeydən etibarən o iki faktor bir yerdə qovuşdu, necə deyirlər, yüksəlişdə və mən işdə bir gün sadəcə anidən qərar verdim ki, mən qeydiyyatdan keçim burdan. İş yoldaşlarımız da var idi. Onlar da artıq mənə deyirdilər ki, bu iştirak eləmişdilər, yəni finalda, yarım finalda görmüşdülər. Onlar bilirdilər ki, bu müsabiqənin xüsusilə yarım final hissəsi çox çətindir. Yəni orada rəqabət həddən artıq çox böyükdür. Amma mənə demişlər ki, sən orada tab gətirə bilərsən. Yəni ki, sən get. O həm özüm, həm də o iki faktor məni bu yola sürüklədi, necə deyirlər. Yaxşı ki də sürüklədi, yəni. Bax, mənə maraqlı olan nədir? Deyirsən ki, tutaq ki də bu mənim haqqımda müəyyən bir fikirləri var idi və sair və axır. Bu imtahana getmək üçün və ya bu imtahanda qalib olmaq üçün bir insanda hansı xüsusiyyətlər olmalıdır? Ümumiyyətlə insan özündə nəyi hiss eləməlidir ki, ətrafdaşlar da onu görsün ki, sən get qalib ola bilərsən, desinlər sənə. Yəni bəs nə mənim üçün çox maraqlı. Məncə bir çox insanda o qabiliyyətləri özündə bəlkə də görmür, ya kənardan kimsə ona demir, bəlkə də o fərqində deyil. Bu hansı qabiliyyətlər olmalıdır ki, mən hiss eləyim ki, mən gedib yüksəliş imtahanında uğur qazana bilərəm? Yaxşı sualdır. Ümumiyyətcə yüksəliş müsabiqəsi özü siz ikiniz də yaxşı bilirsiniz. 5 yəni mərhələdən ibarətdir, düzdürmü? Təsəvvür edin ki, 5 dənə dayanacaqdır ayrı-ayrı və hər bir dayanacaqda hansısa bir qabiliyyət və ya bilik yoxlanılır. Yəni bu bacarıq da ola bilər, bu bilik də. İlk 2 imtahan daha çox biliyi yoxlayan imtahanlardır. Burada daha çox sizin dünya görüşü, Azərbaycan haqqında, tarixi haqqında nə qədər bilikli olmağınız, yəni bu ümumi biliklər dediyimiz hissədə sizin gücünüzü yoxlayır. İkinci hissə daha çox sizin analitik təhlil bacarığınızı yoxlayır. Bu da daha çox bizim məktəb dövründə, sonra universitet vaxtlarında aldığımız o təhsilin nəticəsidir deyərdim. Ondan sonra 3-cü yarımfinal və final mərhələləri isə tamamilə bacarıq üzərində qurulmuş, yəni mərhələlərdir. Orada daha çox sizin korporativ həyatda, ümumiyyətcə insanlar arasında özünüzü necə aparmaqla bağlı qabiliyyətləri və bilikləri yoxlayır. Ona görə mən deməzdim ki, hansısa bir bacarıq və bilik var ki, siz bütün bu mərhələlərin hamısından ondan keçəcəksiniz. Və bir dənə faktor var, mən həmişə deyirəm, yüksəliş müsabiqəsində ancaq bilik və bacarıqlar yoxlanır da, düzdürmü? Yəni qiymətləndirmə bunun əsasında, bu meyarlar əsasında formalaşır. Amma əslində yüksəlişin bir üçüncü tərəf də var. Hansı ki onu yoxlamırlar, amma o çox vacibdir. Bu xarakterdir. Yəni yüksəliş məncə xarakter yarışıdır. Yəni əvvəlindən tutmuş axırına qədər bu xarakter yarışıdır. Nə qədər dözümlüsən, nə qədər əzmlisən, nə qədər cəsarətlisən, nə qədər özgüvənin yuxarıdır, bu yarışda qalib gəlmə ehtimalın daha yuxarıdır. Bu mən deyərdim ki, xarakter 5-nə də aiddir. Yəni bu 5 mərhələdə də sənin üçün xarakter çox vacibdir. Sonuna qədər getmək, o əzmkarlıq, cəsarət, sözünü deyə bilmək. Bunlar hamısı məncə bu xarakter daha çox rol oynayır 5 mərhələnin əgər hamısına aid eləyiriksə. Digər mərhələlərdə daha çox bilik və bacarıqlar mən deyərdim daha çox rol oynayır. Amma məncə həmçinin xarakter o dediyimiz o əzim, ümumiyyətlə özünü göstərmək və liderlik bacarığı ən çox yarımfinal və finalda özünü göstərir. Çünki orada mən bildiyim qədərilə xüsusi belə AB testi deyil də. Orada hər hansı bir müəyyən tapşırıqlar verilir. Həmin tapşırıqlar əsasında insanlar səni orada mentorlar deyə bilərik də, mentorlar səni izləyir və ona uyğun qiymətləndirici, ona uyğun qərar verirlər. Əslində çox yaxşı. Belə özünü fərqləndirirsən, orada elə bir nəsə qeydlər götürürsən ki, nəsə var səndə, yoxdur, fərqləndirirsən ki, hazırlıq görür özündə orada. Əslində hansı bacarıq sizə görə daha çox rol oynadı müsabiqə zamanı? Çünki misal üçün Elşəni DevOps kimi də tanıyırlar, həm də gitarist kimi də. Onun gitara ifa eləmək qabiliyyəti də var. Hansı qabiliyyət olmalıdır ki, sizə görə və yaxud da sizdə hansı qabiliyyət əsas rol oynadı? Hər mərhələdə əslində ayrı-ayrı bacarıq və biliklər lazımdır. Məndən çox tez-tez soruşurlar, ümumiyyətlə bütün qaliblərdən yəqin ki, bunu soruşurlar. Bu sualı çox tez-tez eşidirəm ki, necə hazırlaşım? Yəni bu analitik təhlil imtahanına necə hazırlaşım? Bəs bu idarəetmə bacarıqları imtahanına necə hazırlaşım? Mən deyirəm ki, mən heç bir hazırlıq keçməmişəm. Qətiyyən, yəni bir saatımı belə sərf eləməmişəm buna. Sonra da amma yəni yəqin ki, deyəcəklər ki, keçib
ona görə belə danışır. Əslində 100% o hazırlaşıbdı. Mən doğrudan da çox məsuliyyətli insanam. Bütün imtahanlarıma həmişə hazırlıqlı getmişəm, həmişə hazırlaşıb getmişəm. Uşaqlıqdan bəri mənim bu xasiyyətimdir, xarakterimdir, çox məsuliyyətli olmağım. Amma məsələ odur ki, mənim həmin dövrlərdə ümumiyyətlə, yəni ona fokuslanmağa belə vaxtım belə yox idi. Mənim 2 övladım var, balaca övladım ümumiyyətlə 1 yaş yarım idi o dövrlərdə. Yəni mənim heç ona hazırlığa bir vaxtım yox idi. Bir də ikinci faktor nədir? İkinci faktor odur ki, mən həyatım boyu oxumuşam. Yəni yaxşı oxuyan tələbə olmuşam. Məktəb vaxtından mən əlaçı idim. 11 il sinifkom deyirdik də, sinif nümayəndəsi. O olmuş 11 il sinifkomluq, o da biraz liderlik qabiliyyətlərini əslində uşaq vaxtından inkişaf elətdirir. O səhnələrdə danışan uşaqlar olur. Məsələn, böyük ailə məclislərində məni divanın başına çıxardırdılar, Külliyev-dən şeirlə, ya nə bilim, nəsə danış, prosta da biz əl çalaq. Yəni qohum-əqraba içində belə. Yəni dediyim odur ki, bu uşaqlıqdan elə bir məndə gələn bir şey idi və mən həmişə yaxşı oxuyurdum dərslərimi. Sonra universitetə çox yuxarı balla qəbul olmuşam. Prezident təqaüdü almışam 4 il. Bakalavrı İdarəçilik Akademiyasında oxumuşam. İdarəçilik Akademiyasında 4 il prezident təqaüdü ilə, sonra magistr imtahanında çox yuxarı nəticə toplamışam. ADA Universitetini rektorun distinct listi dediyimiz o fərqlənmə ilə bitirən 2 tələbədən biriyəm, yəni öz ilimdə. Ona görə yəni bu elə bir ki, siz fikirləşin ki, illər ərzində mən o xəzinəni yavaş-yavaş toplamışam. Yəni bir baqaj var da, bir baqaj düşünün. O baqaja yavaş-yavaş mən yığmışam. Məktəbdən başlayaraq debatlarda iştirak eləmişəm. Bu debat yəni çox böyük köməklik göstərir əslində yarış boyu. Bunların hamısı toplandıqda əslində bu imtahanları keçmək o qədər də çətin olmamalıdır. Yəni əslində hazırlaşmısınız. Sadəcə motivasiya olmaq. Yox, rol oynayacaq, narahat olma. Burada balaca bir disclaimer eləyim. O ingilislərin bir qeyd, ingilislərin sözü var, bir qeyd aparım ki, bu mənim şəxsi təcrübəmdir. Bu o demək deyil ki, bütün oxuyanlar yüksəliş müsabiqəsini keçəcəklər və yaxud da oxumayanlar yüksəliş müsabiqəsinə kəsiləcəklər. Yəni bu sadəcə mənim, yəni bu buraxılışda mən sadəcə öz təcrübəmi bölüşürəm, öz fikirlərimi bölüşürəm. Mən necə keçmişəm, onu daha çox bölüşürəm. Amma bu yəni bilirsiniz də bir müsabiqədə 20-dən çox qalib olur yüksəliş müsabiqəsində və hamının özünün təcrübəsi var, özünün bir peşəkar bir backgroundu var. Onlarda da fərqli bir situasiya ola bilər. Ümumiyyətlə mən bir şey qeyd edeyim Kəmran. Səhv eləmirəmsə bu sonuncu Olimpiya oyunlarında bu Türkiyəli bir ox atan qalib oldu. Ondan sonradan indi yalan doğraçığı bilmirəm bu nə qədər yalandır, nə qədər doğrudur. Onun atası sonradan bir məlumat verdi ki, məsəl üçün mən oğlumun diqqətinin nə bilim fokus, o diqqət daha diqqətli olması üçün filan şeyi göndərmişəm, nə bilim əlləri inkişaf eləsin deyə filan şeyi göndərmişəm. Adam sadəcə bir fokus olub ki, uşağın ox atma üzrə gələcəkdə Türkiyədə ilk Olimpiya çempionu olsun. Adam buna hazırlaşdırıb illərdi və hər bir şeyə xüsusi olaraq göndərib. Əslində Ülviyə xanımın dediyi gəlib ona çıxır ki, biz qarşımızda bir məqsəd varsa, tutaq ki, biz yüksəlişin qalibi olmalıyıqsa, fokusumuz yüksəlişin qalibi olmaq olmamalıdır. Məqsədimiz olmamalıdır. Məqsədimiz ümumiyyətlə məqsədimiz olmamalıdır o sahədə. Biz sadəcə yüksəlişin qalibi olmaqdan ötürü nələr olmalıdırsa, hansı necə deyim, xüsusiyyətlərimiz, hansı keyfiyyətlərimiz olmalıdırsa, biz o keyfiyyətlərin üstündə işləməliyik. Və sonda onsuz da o keyfiyyətlər bizi gətirib yüksəlişin qalibi eləyəcək. Yəni oturub tutaq ki, biz yüksəlişdə sırf finala hazırlaşmaq, hazırlığa getməkdənsə, bu mənim şəxsi fikrimdir təbii ki, getməkdənsə, misal üçün debatlara getmək, ümumiyyətlə hər hansı bir tədbirdə lider rolunda çıxış eləmək daha yaxşıdır ki, o bizi müəyyən bir inkişafa gətirib çıxarda bilsin. Bu mənim üçün Atomik Vərdişlər kitabında da oxumuşdum ki, yəni ümumiyyətlə bir məqsəd fokuslanmaq yox, o məqsədə aparan keyfiyyətlərə fokuslanmaq lazımdır. Mən tamamilə Elşən eyni sözü deyəcəkdim. Yəni o Atomik Vərdişlərdə o çox yaxşı bir hissə var. Kəmran oxumusan o? Yox. Görürsən. Halbuki bizdə ID-Tech'in kitabxanasında o kitab var. Mütləq gedək. Elə buradan çıxıb gedəcəm. O kitabda əslində çox yaxşı doğrudan da məqam var. İnsan nə isə bir dəyişiklik eləmək istəyirsə özündə, bu birinci daxildən başlamalıdır. Identity dediyimiz, ingiliscə identity də, yəni özümün kimliyimi birinci dəyişmək. Yəni məsələn, mən
siqareti əgər tərk etmək istəyirəmsə, orada çox yaxşı misal var idi. Siqareti tərk etmək istəyirəmsə, kimsə mənə siqaret təklif eləyəndə mən demirəm ki, mən siqareti tərk edirəm. Mən deyirəm ki, mən siqaret içən deyiləm, yəni çəkən deyiləm. Birinci özünü dəyişirsən, öz kimliyini və bu elə bir şeydir. Sən kimliyini əgər peşəkar bir mütəxəssis kimi qurmaq istəyirsənsə, məqsəd yüksəlişə qalib gəlmək olmamalıdır. Məqsəd hansısa yüksəliş tipli bir müsabiqədə qalib gəlmək olmalıdır. Sənin məqsədin, sən özünə deməlisən ki, mən peşəkar bir mütəxəssisəm. Mən peşəkar gələcəkdə lider. Amma bu, yəni hər adam da lider olmalıdır deyə bir şey yoxdur. Hər adam bir menecer olmalıdır deyə bir şey yoxdur. Amma əgər sən özündə onu görürsənsə və özünü yaxşı tanıyırsansa, bilirsənsə ki, sən burada özünü doğrulda biləcəksən, sən birinci özündən başlamalısan ki, mən yaxşı peşəkaram və bu istiqamətdə də özümü inkişaf elətdirəcəm. İndi yolda yüksəliş müsabiqəsi olacaq, həmin yolda başqa bir müsabiqə olacaq və yaxud da başqa bir çağırış ola bilər, challenge ola bilər. Bunların hamısını əgər doğrudan da sən özünü, kimliyini dəyişmisənsə, o müsabiqələr daha rahat olmalıdır, yəni. Əslində bir çoxsu özünü menecer kimi görür. İndi görmüşəm biraz tendensiya dəyişir. Sizə görə ümumiyyətlə də bir maraqlı bir sualdır. Məncə izləyicilər üçün də maraqlı olacaq. Məsəl üçün siz dediniz ki, siz özünüzdə o menecer skillslarını görmürdünüz. Bəs o skillslar deyəndə siz nə başa düşürsünüz? Ümumiyyətlə menecer skillsi. Yüksəliş müsabiqəsi özü necə qurulub da? Yüksəliş müsabiqəsi indi liderlər axtarır, düzdürmü? Peşəkar liderlər axtarır. Amma liderlik özü anlayışı vaxt keçdikcə dəyişibdir. Yəni əvvəllər əgər lider bizim üçün, nə bilim, Stalin, Churchill kimi insanlar idisə, indi tamamilə fərqli bir stildir. Liderlik stili də dəyişibdir. Müasir artıq tendensiyalar başlayıb və yüksəlişin də özündə axtardığı insanlar, mən belə düşünürəm ən azından, yəni əgər keçmişəmsə və müsabiqəni mən ikinciliklə bitirmişəm də, yəni ikinci yer idim bütün finalda. Mən düşünürəm ki, o bütün yanaşma müasir lider yanaşmasıdır. Müasir lider kimdir? Müasir lider ətrafındakı insanları qaldıra bilən, motivasiya eləyə bilən, onlarla bir yerdə işləyə bilən, əmr yox, başqa bir vasitə ilə işlərin o bölgüsünü həyata keçirdə bilən insandır. Və bir də kommunikasiya məncə qabiliyyətləri çox vacibdir. Kommunikasiya bacarıqları çox vacibdir. Düşünürəm ki, bu da əsas faktorlardan biridir. Hər insanla onun dilində danışmaq qabiliyyəti. Mən düşünürəm ki, özümü qiymətləndirəndə mən düşünürəm ki, mən çox yaxşı insanları özümə qulaq asdıra bilirəm. Bu çox vacibdir. Mən danışanda hamı mənə qulaq asır adətən. Yəni o masada da elə idi. Siz yarım final və finaldan yəqin ki danışacağıq. Orada masada bir 6 nəfər olur. Deyəsən keçən il dəyişmişdi, say artmışdı əgər səhv eləmirəmsə. Və elə bir ki bir case verilir və o case'i bir yerdə həll etməyə çalışırıq. Bu case'lər dövlət sahəsindən də ola bilər, özəl sahədən də ola bilər. Məqsəd daha çox qiymətləndiricilər də başımızın üstündə dayanırlar və onlar baxırlar bizim özümüzü aparmağımıza, davranışlarımıza. Orada çox vacibdir ki, sən özünə qulaq asdıra bilirsən insanları. Yəni sən danışanda insanlar sənə qulaq asa bilirlər. Eyni zamanda yaxşı qulaq asanam mən. Yəni insanlar da danışanda mən onlara çox yaxşı qulaq asıram və başa düşməyə, o refleksiya eləməyə çalışıram. Adətən masada da məsələn danışanda insanlar mənə baxıb danışırdılar. Bu çox vacibdir. Məsələn, doğrudan da elə ki məni onlar lider kimi qəbul etmişdilər. Görürdülər. Bəli, əlbəttə mən demirəm ki, bu şuuraltı olurdu bu. Yəni orada hamı özünü lider hesab eləyirdi. Yəni o başqa bir məsələdir, amma şuuraltı olaraq doğrudan da mən onlara göstərirdim ki, mən sənə qulaq asıram və mən sənin fikrinə dəyər verirəm. Eyni ilə mən indi çalışdığım komanda ilə də mən çalışıram ki, eyni prinsipləri həyata keçirdim. Yəni eyni prinsiplərlə idarə etməyə çalışıram komandamı. Düşünürəm ki, çox yaxşı sinerji tapmışam öz komandamla birlikdə. Birlikdə çalışırıq. Hamı bir-birinə çox açıq şəkildə feedback verə bilir. Bu çox vacibdir. Mən onlardan feedback almağa hazıram. Həmişə onlardan soruşuram ki, təkmilləşdirməyə məndə sizcə nə ehtiyac var? Çünki mən də təzəyəm, mənim də səhvlərim ola bilər, siz mənə deyin. Və onlara da açıq şəkildə, açıq kommunikasiya prinsipləri əsasında feedback verirəm. Əslində çox yaxşı orada bir cümlə işlədildi. Əsas məsələ lider olmaq deyil, lider qəbul edilməkdir. Əgər sən özünü lider kimi adlandıra bilərsən və ümumiyyətlə bu gün bir çox yerlərə müdirlər, rəhbərlər təyin olunur, amma o həmin rəhbər olmur da orada. Nə vaxt ki o rəhbər kimi qəbul edilir və ya ona bir artıq hörmət olunur. Hörmət dediyim yəni gələndə ayağa qalxmaq deyil də. İnsanlar bir özünü artıq onun yanında bir yığışdırmağı mı deyim və ya onunla danışmağa meyilli olmaqmı deyim. Bu lider kimi qəbul olunmaqdır və bu mən düşünürəm ki, vacib məsələdir. Əslində yüksəlişin bəlkə də yarım final finalında da ən vacib məsələlərdən biridir. Bu yarım final finala gəlmişkən mən bir
Bəs siz strateji kommunikasiyalar üzrə bir mütəxəssissiniz də, rəhbər vəzifədə çalışırsınız. Ümumiyyətlə strateji kommunikasiya mən düşünürəm ki, indiki dövrdə və bu qədər menecmentin inkişaf elədiyi dövrdə ən vacib məsələlərdən biridir. Ümumiyyətlə strateji kommunikasiya deyəndə siz nə başa düşürsüz? Onu biz necə başa düşməliyik? Ümumiyyətlə strateji kommunikasiyanın bizə faydası nədir? Biz bunu necə istifadə edə bilərik? Bir bunu açardıq zəhmət olmasa. Ümumiyyətlə kommunikasiyanın özü, hələ strateji hissəsini qoyaq bir kənara. Kommunikasiyanın özü əslində son dövrlərdə çox geniş belə tanınmış istiqamətlərdən biridir şirkətlərin. Yəni şirkətlərin əsas bir core biznesləri var, amma kommunikasiya hissəsi çox vacibdir. Bu müxtəlif maraqlı tərəflərə onun göstərilməsi, yəni sən çox yaxşı işləyə bilərsən, amma sən onu düzgün kommunikasiya eləyə bilmirsənsə, bu artıq yəni sənin işin dəyəri yarı-bayarı azala bilər. Yəni kommunikasiya çox vacibdir. Və indi hətta dövlət təşkilatları belə, dövlət qurumları belə kommunikasiyaya çox ciddi önəm verirlər. Hətta xüsusi, yəni prezident administrasiyası tərəfindən hər bir dövlət qurumuna müəyyən bir kommunikasiya strategiyası verilir. 3 illik, müxtəlif illəri əhatə edən, hətta onun hesabatı da alınır. Yəni dövlət qurumları üçün də kommunikasiya artıq çox vacib faktorlardan biridir və kommunikasiya rəhbərlik edən şəxslər də, yəni bütün görüşlərdə adətən cəlb olunurlar, bütün məsələlərə cəlb olunurlar. Yəni kommunikasiyanın özünün çəkisi və vacibliyi, əhəmiyyəti get-gedə artır. Bu bir məsələdir. İkinci məsələ nəyə görə strateji kommunikasiya? Kommunikasiya müxtəlif. Kommunikasiya sadəcə məlumatların bir tərəfli şəkildə verilməsi ola bilməz də, düzdürmü? Yəni biz məlumat veririksə, hansısa bir kommunikasiya fəaliyyəti həyata keçirdiriksə, bunun müəyyən bir məqsədi olmalıdır. Və bu hədəfli olmalıdır. Hədəfli şəkildə baş verməlidir. Yəni çoxlu sadəcə məlumatlar paylaşım ictimaiyyətlə. Mən maksimal şəkildə şəffafam, amma bunun hansısa bir məqsədə xidmət eləmirsə, bu artıq strateji olmaqdan çıxır. İkinci bir məqam odur ki, hər bir şirkətin və qurumun bir strategiyası olur. Müəyyən bir vizyonu olur, müəyyən bir vəzifələri olur və kommunikasiya sırf həmin vəzifələrin və missiyanın həyata keçməsinə xidmət edirsə, bu artıq strateji kommunikasiya olur. Uzun müddətli, vizyon nədir? Vizyon uzun müddətli bir baxışdır, düzdürmü? Və o vizyonun həyata keçirilməsində kommunikasiya xüsusi rol oynamalıdır. Ona görə indi son zamanlarda kommunikasiyanın qarşısını, o strateji sözünü istifadə edirlər. Çünki bu sadəcə kommunikasiya yox, strateji, yəni daha uzun müddətli hədəflərə vura bilən kommunikasiya olmalıdır. Yəni burada mən düşünürəm ki, bu daha çox vaxt mənasında nəzərdə tutulur. Yəni uzun müddətli kommunikasiya eləyirəmsə mən, bu strateji, yəni kommunikasiyadır. Biri var, məsələn, taktiki həllər, taktiki hədəflər. Bir də var ki, strateji hansısa bir vizyona xidmət eləmək. Bax, kommunikasiya məncə o zaman strateji olur. Biz bunu iş yerlərimizdə öz iş yoldaşlarımıza və rəhbərlərimizə də tətbiq edə bilirik bu strateji kommunikasiyanı. Səndə kommunikasiya ilə bağlı problem yoxdur, narahat olma. Mən də elə düşünürəm ki, Elşən, sənin heç bir problemin yoxdur kommunikasiya ilə bağlı. Strateji hissəsini gərək yoxlayaq, onu bilmirəm. O da uzun müddətli olduğu üçün. Adətən danışmağı sevmir, daha çox işləməyi sevir. Elşən bizdə unikaldır, onu mən bir neçə podkastda da qeyd etmişdim. Xüsusi vurğulayıram ki, o həm də danışmağı sevir. Otursun, danışsın, çox yaxşı bir şeydir, bəli. Ümumiyyətcə, Elşən, əgər yüksəliş müsabiqəsində inşallah ki, yarım final və finala keçərsən, yarım final və finalda danışmaq çox vacibdir. Yəni əlbəttə mən söhbət boş-boş danışmaqdan getmir, amma yarım final və finalda düşünün ki, elə bir siz qiymətləndirici sizi ilk dəfə görür. Sizi tanımır. Sizin haqqınızda heç bir məlumatı yoxdur. Siz nə qədər yaxşı olsanız da, nə qədər peşəkar olsanız da, kommunikasiya bacarıqlarınız şkalanın ən yuxarısında olsa da, siz danışmasanız, qiymətləndirici başa düşməyəcək ki, siz doğrudan yaxşısınız. Yəni ona görə danışmayanlar üçün və danışmağı sevməyənlər üçün o müsabiqədə qalib gəlmək daha çətindir. Qalib gələnlər var, yəni istisnalar var, amma adətən
daha çətindir. Çünki bəzi insanlar var da introvertdilər, onlar danışdıqda enerji itirirlər. Yəni günün axırına və o müsabiqə səhərdən axşama qədər davam edir. Yəni sən enerjini axıra qədər saxlamalısan. Elə insanlar da var ki, mənim kimi danışmaqdan enerji alırlar, yəni. Ülviyə, deməli mən Elşənlə neçə ildir dostuq, uzun müddətdir artıq, bunu hər kəs bilir. Hərdən soruşuram ki, səndə enerji qurtarmır, Duracell-la işləyir, nə cür işləyir, zaretkası qurtarmır da. Bütün gün zəng vurursan, evdə tapılmır, hardadırsa, bir də görürəm gitara ilə nəsə post paylaşıb, hə. Yəni ki, onda enerji ilə bağlı bir problem yoxdur. Mən inanıram ki, yüksəliş 4 müsabiqəsinin qalibi Elşən olacaq inşallah. Bu cür Talksun mövzusu, yüksəliş və Elşən. Yüksəliş və Elşən. İndi Elşənin xətrinə dəymək istəmirəm. Bir də bir sualda mən izləyicilərə görə verəcəm, birində sənə görə verəcəm. Sizə görə Elşən hansı mərhələyə daha çox hazırlaşmalıdır? 5 mərhələ var. Hansı daha çətindir? Və izləyicilərimiz üçün də bir sual. Bax bu günləri başlamaq istəyən, əgər indi çatdırmayıb da yüksəliş 4 müsabiqəsinə, yüksəliş 5 müsabiqəsinə hazırlaşanlar üçün nə tövsiyə edərsiniz? Nədən başlasınlar? Çox qəliz sual verirsən. Birinci borcum qəliz idi. Birinci borcum gəlizdir. Birincisi mən Elşəni çox yaxşı tanımalıyam ki, ona deyim ki, hansı tərəflər üzərində çalışsın. Çünki bəzi adamlar var ki, yarımfinal və final üçün sadəcə yaradılıblar. Yəni bəlkə də Elşən düşünürəm ki, onlardandır. Yarımfinal və final üçün yaradılmış adamlar mənim tipli adamlar üçün bu müsabiqənin o axırları baxmayaraq ki, ən stresslilərdir, amma elə bir ki, balıq suda hiss eləyər kimi hiss eləyirsən özünü. Yəni onsuz da sən danışmağı sevirsən, onsuz da sən insanlarla kommunikasiya eləməyi sevirsən. Sadəcə bu dəfə daha hədəfli olur bu kommunikasiya dediyimiz proses. İdarəetmə bacarıqları mənim üçün ən çətin imtahanı idi. Məsələn, yəni bütün yüksəliş periodunu saysaq, ən stressli baxmayaraq ki, final idi. Çünki final artıq demək olar ki, çox güclü rəqiblər qalırlar finalda. 100 nəfər təxmini finalda iştirak eləyir və onlardan 4/1 təxmini qalib gəlir, 5/1, 4/1 belə. Amma mənim üçün ən çətin imtahan idarəetmə bacarıqları imtahanıdır. Amma siz soruşsaz ki, necə hazırlaşsınlar ona? Heç bir fikrim yoxdur. Yəni sadəcə mənim özümün taktikam nə idi? Amma siz bu baxışlara baxın, necə ümidlə sizə baxırdı. Sizə fikir yoxdur. Ümidlə baxırdı. Bax yenə deyirəm, analitik təhlil hissəsi bizim illərlə yığdığımız baqajdır. Onu yığmışıq. Okey, deyirlər YouTube'da falan videolar var və mən eşitmişəm ki, hazırlaşanlar da var o istiqamətdə. YouTube'dakı videolar kömək ola bilərlər. YÖS tipli suallar da orada. Bilmirəm, vaxtilə bu Türkiyə universitetlərində. Məsələn, mən magistra özüm hazırlaşdığım üçün, magistra imtahanlarına orada material artıq tapa bilmirdim. Bilmirdim nədən hazırlaşmaq lazımdır. Çünki dediyim kimi də heç bir müəllim yanına falan getmirdim. Ona görə götürüb dedim ki, yəqin YÖS oxşayan suallar olar. YÖS-ün suallarını eləyirdim və o mənə çox kömək oldu. Yəni demək olar ki, məncə o tipli suallar düşür və deyirlər dövlət qulluğuna qəbul imtahanları ilə də suallar oxşuyurlar, bənzərdirlər. O hissələri bilmirəm. Yəni mən verməmişəm o imtahanı, bilmirəm. Yəni o analitik təhlil hissəyə necəsə hazırlaşmaq olar. Sınağına girmək çox mühümdür. Məsələn, sınaq sənə artıq müəyyən bir karkas verir ki, bu karkas əsasında sənə imtahan keçiriləcək. Mən heç sınaq imtahanına da girməmişdim. Bax, deyəcəksiniz indi belə. Mən sınaq imtahanına belə keçməmişdim. Çox oxşar gedir bu dəqiqə. Sınaq imtahanına xatırlayırlar. Yüksəliş 3-də imtahan verənlər xatırlayarlar. Sınaq imtahanı olmalı idi səhər saatlarında, saat 10-da, 11-də. Elə oldu ki, texniki bir problem oldu. Hamımıza mesaj gəldi ki, imtahan keçirilir saat 3-ə həmin günü. Mənim də həmin günü oğlumla bir yerdə teatra imtahan deyirəm, biletim var idi və mən teatra getmək qərarına gəldim və imtahana birbaşa girdim. Yəni o hissəni qoyduq kənara. O daha çox bizim indiyə qədər yığdığımız biliklərdir, bacarıqlardır. Humanitar backgroundlu insanlar üçün nisbətən çətin ola bilər o imtahanı keçmək. Yəni də dediyim kimi sınağa girmək və YouTube videolarından faydalanmaq olar. Verbal, çünki orada məsələn verbal hissə var. Verbal hissə məncə asandır, yəni çətin deyil. Azərbaycan dilində oxuyan xüsusilə şəxslər üçün onu keçmək, yəni mətni oxuyub sadəcə suallara cavab vermək lazımdır. O hissəni məsələn rahatlıqla keçmək olar. İkinci o hissə idarəetmə bacarıqları mənim həyatımda heç vaxt vermədiyim tipli bir imtahandır. Orada artıq mənim məsləhətim nədir? Ağlımızda ən yaxşı liderəm
prinsipini qoymalıyıq. Ən yaxşı menecerəm. Mən hər zaman sosial faydanı düşünürəm. Mən hər zaman işçilərimin maksimal komanda quruculuğuna xidmət eləyirəm. Mənim üçün şəxsi maraqlar ikinci plandadır. Bir neçə əsas prinsiplər var da. Yəni məsələn onlar haqqında oxumaq, müasir liderlik prinsipləri haqqında oxuyub, sonra beynimdə həmin modeli qurub imtahana getmək lazımdır. Çünki orada nəzəri suallar deyil, orada hamısı situasiya suallarıdır. Filan şey baş verərsə sizin birinci qərarınız nə olmalıdır? Məsələn, bu tipli suallardır. Çox yorucudur, inanılmaz. Mən o imtahandan yorulduğum qədər həyatımda CFA belə vermişəm mən. Yəni o imtahanda o qədər yorulmamışam. Çox yorucu imtahandır. Orada və final və yarım finalda da müəyyən bir bacarıqlar seti varsa, yenə də o ideal modeli gözümüzün qabağına gətiririk. İdeal model bizim üçün necədir? Liderlik. O model üzərindən getmək. Bir dənə də kitab mən sənə verəcəm. 21-ci əsrdə menecment problemləri. Oxuyarsan, orada bütün dərdlərin yazılıb. Baxarsan. Ümumiyyətcə çox adam oxuyur. Yəni bu professional inkişaf kitablarını çox oxuyurlar. Yəni mənim ətrafımda da çox insanlar var. Mənə biraz darıxdırıcı gəlir, nə yalan deyim. Məsələn, mən bədii ədəbiyyat oxumağa daha çox üstünlük verirəm, amma bir-iki kitab var ki, mənim məsələn o atomik vərdişlər kimi yüngül gedir, rahatdır. Məsələn, o kitabları oxuya bilirəm. Məsələ sadəcə kitab oxumaq deyil də. Mən o qədər insanlar tanıyıram. Professional o inkişaf individual inkişaf kitablarını o qədər oxuyublar. Amma məsələ onun tətbiqidir. Yəni çox şey bilib, amma tətbiq eləmirsənsə onu işdə və yaxud da hardasa, sən onu heç vaxt təhlil eləyə bilməyəcəksən. Ki bunun doğrudan müsbət tərəfləri nədir, mənfi tərəfləri nədir? Bunu eləyəndə səndə falan risklər meydana gələ bilərmiş. Yəni bunların hamısını həyatda eləmədən o müsabiqədə məncə qalib gəlmək çətindir. Yəni və bir də iş təcrübəsi çox vacibdir. Məsələn, mənim 10 plus iş təcrübəm var idi, 10 il plus iş təcrübəm var idi. O korporativ mühiti bilmək, başa düşmək ki, HR nə edir, məsələn, IT hansı işlərlə məşğuldur, satın alma nə işləri görür. Yəni o da çox vacibdir. Bəzən çox cavan şəxslər də müraciət eləyirlər. Yəni yüksəliş müsabiqəsinə yenə də deyirəm, onlar da qalib gələ bilərlər. Yəni bu istisnalar həmişə var, amma işləyib o iş mühitindən çıxmış o peşəkar artıq bacarıqları özündə formalaşdıran insanlar üçün sözsüz ki, o müsabiqədə qalib gəlmək digərlərinə nisbətən daha asandır. Yəni 1-0 daha öndədirlər deyə düşünürəm. Yüksəliş müsabiqəsi ilə bağlı biz bütün suallar olmasa da çox suallara cavab tapdıq. Çıxıb imtahana gedə bilər. Gözləyir ki, Ülviyə xanım, olar bir dəfə də gələrsiniz. Finala çıxsam gələ bilərsiniz. Məncə Elşən qalib gəlsə, siz növbəti buraxılış Elşəni qonaq kimi çağırın Kamran. Olar. Artıq onda deyə biləcəksən ki, Elşən xoş gəlmisən. Onsuz da deyirəm. Operatorumuza da deyirəm. Həqiqətən bugünkü buraxılışım məncə çox maraqlı oldu və mənim özümə belə yəni buna bir də baxacağam. O dərəcədə mənə maraqlı oldu. Təşəkkür edirəm Ülviyə xanım. Çox sağ olun. Mən təşəkkür edirəm. Düşünürəm ki, bu tipli buraxılışları biz tez-tez eləyə bilərik və gələcəkdə də yenə əslində Kamran zarafatla dedi, amma düşünürəm ki, bəlkə də o yarım final mərhələsinə çatanda biz bir də bu formada bir söhbət eləyə bilərik. Öz fikirlərimizi də tək sən get finala çat. İnşallah. Niyə də yox? Operatorumuz da sevinir ki, bir dənə də çəkiliş olacaq artıq. Çox gözəl. Təşəkkür edirəm Ülviyə xanım. Çox sağ olun dəvət üçün bir də. Həqiqətən çox maraqlı oldu. Mən də həzz aldım müzakirədən. Bir daha təşəkkür edirəm hər ikinizə. Uğurlar arzulayıram. Yüksəliş müsabiqəsində ümumiyyətcə iştirak edən hər kəsə uğurlar arzulayıram. Elşən, sən də başda olmaqla. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Bugünkü qonağımız Yüksəliş 3 müsabiqəsinin qalibi Ülviyə Mehrəliyeva idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bizi paylaşmağı, izləməyi unutmayın və sonda o möhtəşəm sözümüz öyrənin. Əgər sizin də maraqlı mövzunuz varsa və bizim podkastda qonaq kimi iştirak etmək istəyirsinizsə, bizə Instagramda yaza bilərsiniz.